İlk növbədə mən futbolumuzda bir eksklüziv məlumatı bildirmək istəyirəm. Yaxın günlərdə Araz Naxçıvan klubunda rəhbər postda dəyişikliklər olacaq. Tanınmış futbol funksioneri Ceyhun Sultanov Naxçıvan klubunun prezidenti təyin ediləcək. Sənədləşmə işi tamamlanan kimi bu barədə ictimaiyyətə də açıqlama veriləcək. Bunu mənə şəxsən ikili söhbətimizdə Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov deyib. Bir futbol adamının, keçmiş futbolçunun klubda belə bir məsul vəzifə tutması çox yaxşı haldır. Biz Ceyhun Sultanovu indi futbolçu kimi hamımız tanıyırıq. Milli komandamızda da oynayıb, aparıcı ölkənin futbolçularından biri olub. Amma sırf futbol funksioneri kimi Sumqayıt, Neftçi və Keşlə klublarında idman direktoru çalışıb. Xüsusən Neftçidəki fəaliyyətini qabartmaq lazımdır. Çünki o vaxt Sabir Buqrin, Laval, Kane kimi yaxşı futbolçuları gətirmişdi Neftçiyə. Düzdür, çempionluq mövsümündə Neftçidə olmayıb, amma çempionluq heyətinin əksər üzvlərini Neftçiyə məhz Ceyhun Sultanov gətirmişdi. İndi Araz Naxçıvanda öz bacarığını ortaya qoymaq imkanı yaranıb. Ona görə Ceyhun bəyə təbrik edirəm, uğurlar arzulayıram və yenə təkrar ki, bir futbol adamının bir klubda yüksək vəzifə tutması bu ümumən futbol adamlarının xeyrinədir ki, bir baxış dəyişər keçmiş futbolçulara və futbol adamlarına.